Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Bugün biz Masazırda gözəl, möhtəşəm, 2 mərtəbəli, 6 otaqlı, qapınır zəhmət olmasa, 6 otaqlı həyətimizi çəkib sizlər üçün təqdim edəcəyik inşallah. Evimiz 2 sotda inşa olunub, tam paket kupsadır. Yəni ipoteka ayrılmış şəxslər bu evi əldə edə bilər və biz tərəfdən müəllimdir, həkimdir, polis əməkdaşlarıdır, hərbi qulluqçulardır. Bunlara 4%-dən bu evin 4%-dən ipotekasına sizlər üçün köməkdarlıq eləyərik Allahın izni ilə. Evimiz 2 sotda inşa olunub. Biz evimizin həyətyanı sahəsini sizlər üçün təqdim edirik. Gördüyünüz kimi ev sahibi tərəfindən burada xudmani Gülzad Əhməd üçün yer nəzərdə tutulub. Bir daha qeyd edirəm əziz kanal izləyicilərimiz, evimiz 2 sotda inşa olunub, 2 mərtəbə, 6 otaq. Masazırın ən gözəl yerlərindən birindədir. Daxil olaq evimizin içərisinə. Gördüyünüz kimi evimizin dəhliz hissəsindəyik. Yerlər istipoldur. Birinci mərtəbənin koridoru və mətbəx hissəsi istipolla təchiz olunub və bura evimizin qonaq otağı. Gördüyünüz kimi əziz kanal izləyicilərimiz, cütdaşla inşa olunub. Super remotdur və ideal təmir olunub. Bura evimizin mətbəxidir. Mətbəx mebelli quraşdırılıb və birinci mərtəbədə olan yataq otağımız. Çəkək zəhmət olmasa. Buradan da samuz ölçək. Samuz ölçək oradan. Samuz ölçək. Qalxaq ikinci mərtəbəyə. Bax, çox aparmır. İkinci mərtəbədə əziz kanal izləyicilər 4 otaq yerləşir. Evimiz demək olar ki, əşyalı satılır. Yəni 95% əşya evimizin daxilində qalacaq. İkinci mərtəbənin qalxan kimi dərhal sanuzeli bizi qarşılayır. Və burada bir yataq otağı, ikinci yataq otağımız. Burada geniş qonaq otağı kimi istifadə eləmirlər bura. Amma ev sahibi yataq otağı kimi istifadə edilir və sonuncu geniş yataq otağımız burada yerləşir. Əziz kanal izləyicilər, bir daha qeyd edelim. Evimiz 2 sotda inşa olunub, tam paket kupçadır. Yəni videonun ilk əvvəlində qeyd elədim. Hərbiçilərdir, polis əməkdaşlarıdır, həkimlərdir və müəllimlərdir. Bu evi 4% ipoteka ilə əldə edə bilərlər. Evimizin start qiyməti 134 min manat təşkil edir. Real alıcılara orada cüzi endirim olunacaq. Allahın izni ilə inşallah ki sizdən gelin, biz sizə köməkdarlıq eləyək. Sağ olun, təşəkkür edirəm.